Əziz tamaşaçılar, tibb elmləri doktoru, tərəqqi medallı Nərgiz Tibb Mərkəzinin baş həkimi Məlahət Qəhrəmanova bizlə bərabərdir. Xoş gəlmişsiniz, doktor. Çox sağ olun, təşəkkür eləyirəm. Biz də təbii ki, son vaxtlar görüşmədik, amma indi... Bugün görüşmüşük və mən dedim ki, bugün aktual bir mövzuda danışacağıq. Bugün təbii ki, insanları ən çox narahat edən köpdür, qazdır, mədə-bağırsaq problemidir, öd-qaraciyərdir. Ona görə bu mövzunu seçdim ki, oruçluq ayıydı, yəni insanların çoxu oruç tutdu, bəzi problemlər var idi. Ona görə də bu ərəfədə insanlarda, orqanizmdə müəyyən dəyişiklik gedir. Bəzi müraciətlərdə görürsünüz ki, insanlar deyir ki, bəzən həddindən artıq, siz elə fikirləşməyin ki, tək yeyəndə insanda köp olur. Bəzən ac qaldıqda belə qaraciyərdə, ödün fəaliyyətində olan dəyişikliklər özünü göstərə bilir. Bəzən görürsünüz ki, pi infiltrasiyası, qaraciyər distrofiyası zamanı da həmin o köp, o qaz ola bilir. Gəlin, qısa da olsaq, qaraciyərin fəaliyyətinə nəzər yetirək. Qaraciyər bizim orqanizmamız üçün laborator funksiyası daşıyır. Qaraciyərin əsas işi orqanizmdə olan zərərli maddələrin zərərsizləşdirərək ödlüyə ötürür. Yəni, ödün məhsulu qaraciyərin istehsalıdır, deyərdim belə. Qaraciyərdə istehsal olunan zəhərli maddələr, xarici olunan maddələr ödlüyə ötürülür. Öd komponenti isə həzmdə iştirak edir və bu çox önəmlidir. Və öd qaraciyər funksiyası hamı üçün çox önəmlidir. Ona görə ki, həm metabolizmi, həm orqanizmdə daxili mühitin sabit saxlanmasında birbaşa qaraciyərin rolu var. İmmun sistemimizin fəaliyyətində, hormonlarımızda, vitamin balansında, bunların hamısında qaraciyərin çox böyük rolu var. Bəzən biz o qədər vitamin, mineral qəbul edirik kənardan. Siz deyirsiniz, həmişə ki, baxırsan ki, bir insandır və deyir, gün ərzində 7, 8, bəzən 9, 10 dərman qəbul edirəm. Amma sonra da gedib analiz verir, görür ki, elə o içdiyi mineralların heç biri onun orqanizmi tərəfindən sovrulmayıb. Tam tərsinə, börəklərdə duz kristalları artır, ödün funksiyasında, fəaliyyətində müəyyən qatlaşmış, çöküntülülər yaranır. Bəli. Çünki həddindən artıq kalsidir, müəyyən minerallardır. Öd daşının əmələ gəlməsində, börək daşının, börək duzun, qumun əmələ gəlməsində belə rolu var. Və biz illərdir qaraciyər öddən danışırıq. Ödün funksiyası bizim üçün çox önəmlidir. Əlbəttə. Öd funksiyası nədir? Öd qaraciyərdə istehsal olunan dediyimiz həmin komponentlər deyirik ki, həzmdə iştirak edir. Ən çox qəbizliyin, köpün yaranmasında da məhz onların, deyərdim ki, problemləri var. Biz əvvəllər uzun müddət danışırdıq ki, qaraciyərin funksiyası pozulan zaman xroniki hepatitlərdə müəyyən narahatçılıqlar olduqda, hansı ki, bugün də, bax, elə bu problemlərdən danışırıq. Qaraciyər və öd problemləri ilə bağlı suallarınızı yaza bilərsiniz. Həmçinin də onu qeyd edim ki, bizim aksiyalarımız olacaq. Mən istərdim ki, Günay xanım aksiyalar haqqında da bir qısa məlumat versin. Əlbəttə. Çünki bununla bağlı bizə o qədər suallar gəlir ki, biz Nərgiz Tibb Mərkəzinə necə müraciət edək və bu mərkəzdə hər hansı bir aksiyalar nəzərdə tutulubmu? Çünki müraciət edənlərin sayı çoxdur və Nərgiz Klinikasının həkim kollektivi daimi olaraq həmin o insanları sevindirir. Yeri gəlmişkən, çox yaxın günlərdə, 2 gündən sonra, aprelin 3-ü Bərdədə, aprelin 4-ü, bax görürsünüz həmin elanları hal-hazırda ekranda, Gəncədə, 18-i Lənkəranda, aprelin 25-i isə Quba şəhərində yerləşən Logos Psixoloji Mərkəzdə Məlahət Qəhrəmanova başda olmaqla bir çox həkim, eləcə də nevropatoloq, psixoloq, kosmetoloq həkimlər öd, qaraciyər, mədə-bağırsaq, parazitar, dəri, saç problemləri ilə bağlı sizə yardımcı olacaq. Yazıla bilərsiniz və hər yaş qrupundan olan insanlar yazıla bilər. Eyni zamanda mən buradan valideynlərə səslənirəm. Müraciət edə bilərlər. Diqqət dağınıqlığı olan və yaxud da, bax, deyirsiniz ki, uşaq gec danışır, kifozdan, lardozdan, skoliozdan
əziyyət çəkir. Bax, bu balalarımızın valideynləri də müraciət edə bilərlər. Çünki ixtisaslı həkimlər gələcək bu komandanın içərisində. Yenə deyirəm, başda Məlahət Qəhrəmanova olmaqla və qəbula yazıla bilərsiniz. Həm Bakı qəbuluna, həmçinin aprelin 3-ü Bərdə, aprelin 4-ü Gəncə, aprelin 18-i Lənkəran, aprelin 25-i Quba şəhərində baş tutacaq qəbullara yazılmaq üçün 051 388 70 70 nömrəsi aktivdir. Birazdan yenə xatırlatma edəcəm. Suallarınız varsa buyurub yaza bilərsiniz. Buyurun. Onu da qeyd edək ki, qaraciyərin funksiyası orqanizm üçün o qədər önəmlidir ki, əvvəllər deyirdilər 500-ə qədər funksiyası var qaraciyərin, amma bugün elm sübut elədi ki, hətta 1800-ə qədər bunun funksiyası var ki, orqanizmdə demək olar ki, bütün orqanizmi idarə edir. Çox funksiyalı orqandır. Ən çox da özünü yaradan orqandır. Həmçinin də bu xroniki hepatitlər bugün son illərdə çox yayılmış bir mövzudur. Amma indi kiçik yaşlı uşaqlarda belə pi infiltrasiyasının olmasına rast gəlinir. Bəzən bunu elə bilirlər ki, yeməklə daha çox əlaqəlidir. Oturaq həyat tərzidir, alkollü içkilərdir. Bəzən görürsünüz, həddindən artıq qeyd etdiyiniz kimi medikamentoz müalicələrdir ki, həddindən artıq gün ərzində bir neçə həblər içirlər. Bəzən də görürsünüz ki, elə vaxt olur ki, xəstələrdə həddindən artıq qida rasionu normal olmur, keyfiyyətsiz qidalara daha çox üstünlük verirlər və bununla da yanaşı insanlarda parazitar xəstəliklər, infeksiyon xəstəliklər, bakteriyalar özü də qaraciyəri yüklür. Qaraciyərin yüklənməsi orqanizmdə bütün demək olar ki, həzm sistemini pozur. Həmçinin də allergik həssaslığın artması, dəri xəstəliyi olan, bəzən görürsünüz psoriazı olan, dəmrovları olan, ekzeması olan, məsələn, bir çox dəri xəstəliklərində də qaraciyərin birbaşa rolu var. Hətta uşaqlar olsun, böyüklər olsun, aknelərdə belə qaraciyərin çox böyük rolu var orqanizm üçün. Allergik həssaslığın artmasında ən çox medikamentoz müalicələri həddindən artıq qəbul etdikdə, təbii ki, qaraciyərin yüklənməsi burada həssaslığın artmasına gətirib çıxarır. Ümumiyyətlə, orqanizmdə olan bütün, demək olar ki, problemləri araşdırsaq, əksəriyyətində deyərdim ki, 90%-də qaraciyərin çox mühüm rolu var. Mədə-bağırsaq həzm sistemi orqanlarının fəaliyyətində də həmçinin öd turşusunun, qaraciyərin birbaşa rolu var ki, bəzən insanlar xroniki qastritləri olan, bəzən həzm sistemində problem olan insanlar uzun müddət mədə-bağırsaq müalicəsi alır. Qastritlər təbii ki, ala bilər, amma uzun müddət həzmdə narahatçılıq varsa, mütləq qaraciyərin ödün funksiyası nəzərə alınmalıdır. Əgər bir adamda yedikdən sonra çox köp olursa, qəbizlik olursa, yəndən sonra qəyirmə olursa, bəzən ürək bulanma olur. O köp sayəsində görürsünüz, diafraqma sıxılır, taxikardiya, ürək döyüntüsünün artması, təzyiqin yüksəlməsi müşahidə olunur ki, bu zaman mütləq qaraciyərin funksiyası nəzərə alınmalıdır. Əgər qəbizliyi olan insanlar bugün çox-çox yayğındır. Hətta kiçik yaşlı uşaqlarda belə, bayaq qeyd etdiyim kimi, keyfiyyətsiz qida, oturaq həyat tərzi, durğun həyat tərzi özü həmin problemlərin qloballaşıb artmasına gətirib çıxarır. Burada qaraciyəri nə qədər desək ki, məsələn, yeyəndən sonra çox insan fikirləşir. Bəzən deyir ki, su içdim, köpdüm. Ac qarnı olanda belə o insanda köpün, həzm sistinin narahatçılığı hiss edir. Burada da qaraciyərin funksiyası çox önəmlidir. Və qaraciyərin müalicəsində bugün bilirik ki, təbiətin ən gözəl vaxtıdır, yaz aylarıdır. Yazda, bəli, hamımız bilirik ki, təbiət daha gözəl olur və biz təbii qidalardan daha çox istifadə etməliyik. Təbii qidalardan istifadə etdikdə biz qaraciyərimizi daha çox qorumuş oluruq. Biz Azərbaycanda 9 iqlimi olan ən təbiəti zəngin ölkələrdən biridir. Bizim, məsələn, fitoterapiya sahəsində bilirsiniz ki, bizim uğurlarımız var. Mənim 23-ə yaxın patentim var ki, bu patentlərin içərisində ən çox, məsələn, sevdiyim, ən çox həm də elmi işim olan qaraciyər öd xəstəlikləridir ki, burada da həmin patentlərdən hazırlanmış bizim məhsullar var ki, bunlar sırf Azərbaycanın bitkilərdir. Məsələn, mən dəfələrlə çıxışlara qulaq asmışam, hansısa ölkədən gətirildi, hansısa ölkəni tərifləyərək elə bilirik ki, insanlarımıza daha faydalıdır. Amma mən onu deyərdim ki,
biz Azərbaycanın təbiətinə kodlaşmışıq. Bəli. Bizim orqanizmimiz bu təbiətə kodlaşıb. Adi bir rayona gedəndə, hansısa bir başqa ölkəyə gedəndə deyirik ki, havamız, suyumuz dəyişdi. Bir narahatçılıq ola bilər. Bir dönəm olmalıdır ona öyrəşmək üçün. Adaptasiya olmalıdır. Və buna görə də mən onu qeyd edirəm ki, yəni bizim təbiətin, Azərbaycanın məhsulları və bizim təbii vasitələrimiz və təbii qidalarımız çox önəmlidir. Çünki qaraciyərin xəstəliklərində, biz bütün xəstəliklərdə pəhriz elan edirik. Qida rasionundan müəyyən qidaları təyin edirik. Amma biz özümüz də onu bilməliyik ki, bu qida rasionu nə qədər normal olarsa, biz qaraciyərimizi o qədər sağlamlaşdıra bilərik. Bugün çox dəbdədir. Məsələn, vitaminlər, bayaq qeyd etdiniz, çox gözəl vurğuladınız ki, insanlar var ki, gün ərzində nə qədər vitamin qəbul edir. Bəzən də kör-körənə edirlər bunu çox təəssüf. Bəli, heç vaxt analiz vermirlər. Onun azının, çoxunun, olub, olmamağının məlumatı olmadan bunları istifadə edirik. Amma bu qaraciyəri yüklüyür, börəklərdə daha çox çöküntülərin yaranmasına gətirib çıxarır. Börək də qumunun, duzunun, hətta daşlarının belə toplanmasına gətirib çıxara bilər. Ümumilikdə orqanizmə toksik təsir göstərir. Bəzən görsən ki, insan səpib başdan ayağa. Deyir ki, bilmirəm, nədən səpmişəm, amma bu dərmanları, vitaminləri içirəm. Vitaminlər çox qəşəngdir. Amma insanlar gün ərzində həqiqətən də çox dərmana meyilləniblər. Həddindən artıq vitaminlər içirlər. Gələn elə bir xəstə yoxdur ki, deməsin ki, mən D vitamini içmirəm. Gələn elə bir xəstə yoxdur ki, deməsin ki, mən maqni içirəm, 5. Xəstə siz demişkən, dünən deyir ki, mən maqni 5S-i 3 dəfə içirəm gün ərzində. Maqni B6-nı? Bəli. Onu sənə kim icazə verdi, kim dedi, hansı dozada. Təzyiqim də çox yüksək olur. Ondan ola bilər, doktor. Deyirəm, axı onu sənə kim deyib? Deyir, özüm içirəm. Amma o təzyiqi artıracaq. Təbii ki, təzyiqi, axı bunun hər şeyin norması var, hər şeyin bir ölçüsü var. Əgər səndə bu çatışmamazlıq yoxdursa, sən onu niyə qəbul eləməlisən? Bəzən xəstələr uzun müddət içdikləri vitaminlərin, siz demişkən, təsirini bilmirlər, allergik həssaslığı artır, amma onlar ona bağlamırlar. Ona bağlamırlar, başqa onu bir düşünmürlər, nəsə axtarırlar. Düzdür, yaz qabağı müəyyən allergik həssaslıqlar var, allergik xəstəliklər var. Bizim hörmətli professorumuz Lalə xanım Allah vercəyə, təbii ki, o çox gözəl allergoloji şöbəmiz var və allergik xəstələrin asmatiklər olsun, bronxlar olsun, mövsümü allergiyalar olsun, onlar övrələr, krapivnitsa. Danışdıq ötən verilişdə, anafilaksik şokdan danışdıq. Lalə xanımı buradan salamlayıram, hətta nümayiş etdirdi ki, əgər belə bir hal varsa, nə edə bilər? Yazıla bilərsiniz, elə bu nömrələrlə əlaqə saxlayıb qəbuluna yazıla bilərsiniz. Biz çalışırıq ki, klinikamızda hər şeyin daha mükəmməli olsun. Xaricdən gətirilmiş xüsusi prektestlərimiz var, allergik panellərimiz var. Biz qaraciyər öd xəstəliklərindən danışanda mən allergiyanı deməsəm keçə bilmərəm. Çünki ona görə ki, allergik xəstələr bugün çox yayğındır. Amma siz demişkən, insanlar allergiyanın nədən olduğunu bəzən görürsünüz ki, uzun müddət qida rasionunda müəyyən soklardan istifadə edirlər, ev şəraitində qarışıqlar hazırlayırlar, sosial şəbəkələrə də gördükləri zəncəfil, darçın, bunu 3 gün saxla iç, bunu 5 gün saxla iç. Bu şeylərlə biz çox rastlaşırıq. Amma bir şeyi unutmayaq ki, natural olan bir şeylər zamanında içilib, zamanında bitməlidir. Bugün dəmlənilib, 3 gün o çayı içmək olmaz. Ona görə ki, onların öz toksik təsiri var. O bitkilərin toksik təsirindən orqanizmdə müəyyən həssaslıqlar yaranır. Xəstə də onu başqa bir şeylərə bağlayır. Amma düzgün istiqamətdə müalicə aparılmadıqda, onun sənə heç bir faydası olmur. Məsələn, bu yaxınlarda mən özüm də hərdən onlara qulaq asıram. Elə bitkilər deyirlər ki, heç o bitkilər bir-birindən uzlaşmır. Yəni, o bitkilərin bir-birindən heç bir əlaqəsi yoxdur. Amma məsələn, bizim bugün qaraciyər üçün dediyimiz zəncirotu kökü var. Məsələn, ondan başqa alaqanqal bitkisi var. Zəncirotu üstü belə tüklü olanda, indi də sarı rəngdədir kökü. O düzgün istifadə olunduqda, o onkologiya üçün də qaraciyər üçün ən başlıca deyərdim ki, faydalı bitkidir və faydalı dərmanlardan biridir. Mən onu qeyd eləmək istəyirəm ki, insanlar
istifadə etdikləri ənginar da deyirlər. Ənginar da məsələn Türkiyədə ən çox istifadə olunan bitkidir. Ancaq mən alaqanqalı daha çox bütün elmi təbabətdə də bu var. Bütün qaraciyər dərmanlarının tərkibində alaqanqal bitkisi var. Və həmçinin də insanlara faydalı olsun deyə mən deyirəm ki, zəncirotunla alaqanqal bitkisini bir yerdə dəmləyib içə bilərsin. Amma onların toxumlarının, onların gövdəsinin yığılmasının, hardan necə istifadə olunması, onlar çox önəmlidir. Çünki siz küçədə, yol kənarına, hardan gəldi heyvanların olduğu yerdən, o düzgün yığılmayan bir bitki sizə heç bir faydası ola bilməz. Yəni kör-körənə davranmaq olmaz. Bu Məlayət xanım qəbuluna gedəndə mən özüm də olmuşam. Uzun illər bundan qabaq mənə Məlayət xanım bu öd yuyulmasından danışırıq. O qədər, belə deyim, effektini əldə eləmişdim. Mən də özümdən danışıram. Çünki üz rəngim açılmışdı, dərim tamamilə açılmışdı. Üzümdə xırda balaca ləkələr var idi. Onlar tamamilə getmişdi və özümü daha rahat, enerjili hiss edirdim. Və bədən sanki, orqanizm sanki canlanmışdı. Bəli. Bütün ölkələrdən bizim klinikamıza müraciətlər olur. Və adətən də neçə illər bundan qabaq o öd yuyulma prosedurunu alan insanlar mütləq təkrar müraciət edirlər. Ürək bulanma olur, səhər durursan, ağızda acılıq olur, baş ağrısı olur. Elə insanlar var, həddindən artıq köp olur, qəbizlik olur. Bu əlamətlərlə, illərlə əziyyət çəkən insanlar var. Hətta gedib öd əməliyyatı elətdirirlər, amma yenə də orqanizmdə... Bu əlamətlər qalır. Bəli. Burada ödlük götürülə bilər, amma öd axarı öd qalır. Əgər ödün yuyulma proseduruna toxunuruqsa, ödün yuyulma proseduru xanımlar üçün daha çox önəmlidir, istər kişilər üçün də, bəylər üçün də. Ona görə ki, allergik reaksiyası olan, alkollü içkiyə meyilli olan, qazı, köpü, qəbizliyi olan insanlar, dərisində problemi olan insanlar. Anadan gəlmə ödündə əyriliyi olan, fizioloji haldır. Öddə xroniki xolecistiti olan hər bir insan ödün yuyulma prosedurunu apara bilər. Bu, həm nəinki ödün yuyulması, bu məcazi mənada deyilir. Öd yuyulma deyəndə ki, necə mədəmi yudum, məsələn, bağırsaqları yuduq deyə, ödün yuyulma proseduru çox dəqiq və incə bir prosedurdur. Onu zorsuz üsulla yuyuruq və mərhələli şəkildə yuyuruq və düzgün istiqamətdə öd yuyularsa, orqanizmdə qaraciyər bütün toksinlərdən təmizlənir. Mədə bağırsaq sistemi, bağırsaq daşları, bağırsaq xovlarında olan nəcis daşlaşmış kütlələri təmizlənir, öd yolları təmizlənir, öd axarı təmizlənir, həmçinin ödlüyün özündə olan o qatı mühtəviyyat, mədə altı vəz, bu orqanların hamısı demək olar ki, tam detoks olur. Və bu ödün yuyulma prosedurundan sonra aparılan müalicə də çox önəmlidir. Amma təbii müalicə, burada heç bir preparat qəbul etmirsiniz. Yox, bəli, təbii ki, burada hamısı təbii vasitələrdən aparılan müalicələrdir və bu müalicələrə çox diqqətlə yanaşmaq lazımdır. Əgər bir adam səhər-səhər durur, dediyimiz kimi ağzında acılıq olur, ürək bulanma olur, baş ağrı ilə durur, təzyiq olur gecə yatanda, gecə köpdən, gəyirmədən, ürək bulanmadan yata bilmir. Burada dəqiq müayinə önəmlidir. Burada parazit də ola bilər, mədə-bağırsaq problemi də ola bilər, öd-qaraciyər də ola bilər, oxşar əlamətlər olur. Amma ümumi orqanizmin təmizlənməsi ödün yuyulma prosedurunda aparılır və bədəndə olan bütün toksik maddələr bədəndən xaric olduğu üçün orqanizm yenilənmə olur. Yəni, öd durğunluğu aradan qalır. Bəzən yazırlar, öd durğunluğum var, öd qatılaşmam var, ödümdə problem var və yaxud da yemək yeyirəm, mədə, bağırsağım, mədəm yanmağa başlayır, səhər durdum, ağzımda acılıq, köp, ürək bulanma, dilimin üstü, normal dil necə olmalıdır? Yəni, biraz çəhraya yaxın rəngdə, üstü ərpli olur, istər uşaqda, istər böyükdə. Hətta dilin üstü yamyaşıl olur, sapsarı olur, rəng tamam dəyişir. Elə xəstələr var ki, qara rəngə çalır. Bunlar təbii ki, hamısı ödün normal süzməməsinin əlamətləridir, mədə-bağırsaq sisteminin normal fəaliyyətinin olmaması. Yəni, biz mədə-bağırsağı öd-qaraciyərdən ayıra bilmərik. Baxın, adi boğazımız ağrıyanda burun, qulaq, göz hamısı qarışır bir-birinə. Həmçinin də mədə-bağırsaqda yaranan problemdə mütləq qaraciyərin ödün də rolu var. Və biz çalışırıq ki, öd-qaraciyər xəstəlikləri olanda hansı xəstəliklər, hansı fəsadları verə bilər?
saçın tökülməsindən tutmuş, dərinin problemləri, mədə-bağırsaq problemləri, hamısı burada yarana Elə bilər. fotolarımız da gəlsin ekrana, bununla bağlı şəkillərimiz də var. Burada saç tökülməsində nəyə görə mən həmişə qaraciyəri mütləq nəzərə alıram? Hətta kişilərdə, qadınlarda müəyyən xəstəliklər var ki, orada hökmən qaraciyərin rolu var. Bu gördüyünüz alopesiya xəstələrində əgər bugün saçı tökülür, qaraciyər mən niyə müalicə alıram deyən insanlar bilsin ki, əgər sizin qaraciyərdə vitamin deponuz normal deyilsə, bədəninizdə toksik maddələr varsa, hormonlarınızda dəyişiklik varsa, mütləq qaraciyərdə nəzərə alınmalıdır. Əgər biz bugün keyfiyyətsiz uşaqlarda həddindən artıq çox saç tökülmə var. Amma valideyn fikirləşir ki, gedirəm hər hansı bir hormonal dərmanı çəkəcəm, hansısa saç losyonu alacam, internetdə filan serumu çəkdilər, bu şampun. Şampun birinci yuyucu vasitədir. İstir serumlar olsun, istir balzamlar. Bunlar saçı bərpa etmir. Saç kökünü qidalandıra bilər, köməkçi vasitə ola bilər. Amma sırf daxildən gələn problemləri aradan qaldırmadan bu uşaqlarda məsələn paraziti varsa, bu halda neyniyə bilər? Məsələn, şampun bu uşağa neyniyə bilər? Təbii ki, o saçlar onun aylarla aldığı müalicədən sonra bərpa olub. Çünki qaraciyərin funksiyası orqanizm üçün çox önəmlidir. Əgər vitamin balansı normal olmayacaqsa, xəstənin paraziti varsa, həzm sistemi orqanlarında böyüklər olsun, problemi varsa, lazım olan vitaminlər, minerallar orqanizmə sorulmuşsa, bu saç necə çıxa bilər? Təbii. Bu saç nə ilə qidalanır? Saç bizim orqanizmamızdan qidalanır. Bizim orqanizmamızın balansı normal olmasa, gücü yetməsə o saç çıxa bilməz. Və orqanizmdə olan bu problemləri aradan qaldırmaq üçün mütləq hər tərəfli müalicə lazımdır ki, belə xəstələr. Dərisində qızartılar var, yağlılıq var, kəpək var. Düzdür, rozetsiyalar çox gəlir. Onlarda da, məsələn, dəridə olan, məsələn, o qızartı, o səpki, o yağlılıq, ekzemalar olsun, bütün dəri xəstəliklərində deyirəm. Mütləq qaraciyərin funksiyası, mədə-bağırsağın funksiyası nəzərə alınmalıdır. Əgər həzm sistemində problem varsa, dəri lazımı vitaminlərlə qidalanmırsa, orada sağalma gecikəcək. Dəridə olan, məsələn, xəstələrdə tək, məsələn, dərinin problemi deyil. Burada ödül, qaraciyərin, mədə-bağırsağın da rolu böyükdür. Amma əsas odur ki, biz müalicəni aparan zaman çox diqqətli və dəqiq müayinələr aparılsın və düzgün də müalicə geçsin. Biz parazitar xəstəlikləri həmişə vurğuluyuruq və rayonlarda, bölgələrdə olduğumuz zaman da buna çox rast gəlirik. Paraziti olan xəstələrdə, uşaqlarda dəri problemi, allergik həssaslıq. Bəzən xəstə gəlir, deyir, mənim allergiyam var. Baxırsınız ki, onun paraziti varsa, qaraciyərdə həzmi yaxşı deyilsə, həzm prosesi normal deyil, qəbizliyi var, mədə-bağırsaqda xora var, istər səpkilər var, qızartılar var. Məsələn, bunların hamısı dəridə öz problemini göstərir. Ona görə müalicə gedən zaman dəqiq diaqnostikaya daha çox önəm vermək lazımdır. Və biz illərdir bunu danışırıq, deyirik. İnsanlar bəzən gəlir, deyir ki, doktor, elə bir dənə qurd dərmanı ver gedim, bir dənə qaraciyər dərmanı ver gedim. Qaraciyər dərmanı istifadə ediləməklə sən bilmədiyin xəstəliyi müalicə edə bilməzsən. Düzgün diaqnoz olduqda daha dəqiq müalicə aparmaq mümkündür. Və bir də kompleks yanaşma. Yəni elə bir dərman qəbulu ilə və yaxud da bir çayın təkcə qəbulu ilə ortada nəticə olmayacaq. Buna bir kompleks baxış, kompleks yanaşma lazımdır və qaraciyər və öd xəstəliklərindən danışırıqsa, doktorumuz parazitləri də vurğuladı. Mən istəyirəm sualı belə qoyum, daha aydın olsun izləyicilərimizə. Çünki parazitlərlə bağlı hal-hazırda həm valideynlər yazırlar. Bəli, çox suallar verirlər. Parazitlər olması, orqanizmdə olması, qaraciyər və öd problemlərinə yol açar bilərmi? Çox problem qaraciyər xəstəliklərinin yaranmasına gətirib çıxarar. Baxın, hər bir parazitin toksik təsiri var. Zəhərləyici deyərdim da, belə təsiri var. Məsələn, askarit ildə bir-iki dəfədə olanda, məsələn, orqanizmdə uzun müddət yaşayırsa, toksik təsiri olan zaman ağız suyunun ifrazında olan o toksik maddələr övrələrə səbəb olur. Övrə nədir? Yüksək allergik həssaslıq. Və bu övrələrdə də mütləq parazit təmizlənmədikdə qaraciyər yüklənir. Əgər o təmizlənmirsə, təbii ki,
o allergik həssaslıq uzun müddət nə tək antihistamin dərmanları içməklə deyil. Üstünü bastırırıq sadəcə. Müvəqqəti yaxşı olur, xəstə yenə. Bir çox ölkələrdən gəlirlər, bir çox məsələn xəstələrimiz var ki, dəfələrlə orada müalicə alırlar, amma şükürlər olsun ki, Nərgiz klinikasında bilirsiniz ki, parazitologiya mərkəzinin açılışı oldu. Azərbaycanda ilk dəfə biz parazitologiya konferansını keçirdik. Bunların hər biri demək olar ki, bizim nailiyyətlərimiz, uğurlarımızdır və xəstələrimizin get-gedə daha inkişaf edib, daha mükəmməl olaraq müalicələrində üstünlük qazanmışıq. Və bu parazitologiya elmi çox geniş elmdir. Bəzən illər öncə mən parazitologiyanı illərdir danışıram. Bəzi həkimlər də çox bayağı baxırdılar, deyirlər hər şey parazitlə. Amma bugün mən görürəm ki, bütün həkimlərimiz şükürlər olsun ki, parazitin müalicəsinə daha çox önəm verir. Çünki həqiqətən də orada olan o görüntülərin özü də evdən valideynlərin bizə atdığı şəkillərdir ki, uşaqlarından nə tökülür, nə təmizlənir, bunu valideyn gözündən görür. Bu müalicə ilə əgər xəstə sonraki yüksək allergiyası olan uşaq, dəri problemi olan, həddindən artıq, baxın, haşnana qurtları görün nə dərəcədə orqanizmə zərər verir ki, hətta su durğalara, epileptik tutmalara belə gətirib çıxarır. Birbaşa ali sinir sistemini pozur. Bunların hamısı parazitin fəsadlarıdır ki, bunu aradan qaldırmadan istənilən nəticəni əldə etmək olmur. Mən istərdim ki, elanımızı bir daha təkrarlayaq. Elanımızı verəcəm və daha sonra bizim tamaşaçılarımızın suallarını səsləndirəcəm. Aysel xanım hal-hazırda bizi izləyir və söyləyir ki, 34 yaşım var, səhərlər ağzımda acılıq olur, acılıq çox olur, məni narahat edir, amma analiz verdim, analizlərim norma daxilində çıxıb. Bu nə ilə bağlı ola bilər? Məlahət xanım cavablandırardı. Təbii ki, bu analiz zamanı siz müəyyən, məsələn, bilmirəm, indi hansı analizlər verib, burada bilirubin önəmlidir, burada parazitlər önəmlidir, burada, məsələn, qaraciyərin testləri önəmlidir. Olur, xəstələr deyir ki, mən getdim, analiz verdim. Bir dənə qan analizi verir, deyir, mən qanun ümumi analizini verdim. Hər şey elə bilir ki, orada alına bilər. 34 yaşı var xanımın. Ola bilər ki, burada hormonal problemi də olsun, ginekoloji problemi də olsun. Amma biz onu dəqiq diaqnoz etdikdən sonra bilərik. Ağızda acılığı adətən öd yolları, öd axarında olan durğunluq, qatlaşmış öd, xroniki xolitsistitdə daha çox bunların əlamətidir. Parazit olduqda da həmin xəstələrdə ödün funksiyası pozulur. Məsələn, ləmbulozlarda da xəstələrdə ağızda acılığın olması, köpün, qəyirmənin, qəbizliyə, bəzən ishalla əvəz olması bu kimi əlamətlər ola bilir. Və hal-hazırda TikTok canlı yayımından da bir sual yazan izləyicimiz var. Çoxdur suallar, daha çox mövzumuzla bağlı sualları görürəm. Deməli, Kərimov yazır ki, ləmbliyanın müalicəsi varmı? Elə indi doktor artıq vurğuladı onu. Bəli, təbii ki, ləmbliyanın müalicəsi düzdür, uzun müddətdir. Bəzən xəstələr gəlir illərlə, bəzən gəlirlər aylarla onu müalicə edirlər. Amma nəticə ala bilmirlər. Şükürlər olsun ki, Nərgiz klinikasında istənilən parazitin, qurdun müalicəsi tam effektiv üsulla aparılır və istədiyiniz zaman müraciət eləyə bilərsiniz və ləmbliyanın müalicəsi çox dəqiq aparılmalıdır. Ləmbliya, yəni öd yolları, öd axarında nazik bağırsaq vasitəsilə yuxarı qalxdığı üçün o da parazitlərin bir növüdür, əmöblərə aiddir. O qurd şəklində deyil, selik şəklində olur və öd yolu, öd axarında miqdarı artdıqda o dediyiniz kimi onun müalicəsi çətin olur və düzgün orada müalicə getməlidir ki, hər tərəfli o xəstə o ləmbliyadan azad olsun. Mən indi istəyirəm ki, elanlarımız gəlsin ekrana və buradan Bərdəlilərə səslənmək istəyirəm. Bərdədən çox yazırdınız ki, Məlahət xanım və onun kollektivi nə zaman Bərdəyə təşrif buyuracaq? Biz qəbula necə yazılaq? Çünki bəzən yaşı ilə əlaqədar və yaxud da kiçik yaşlı uşaqları ilə əlaqədar uzun yol qət edə bilməyən insanlar var. Bizim izləyicilərimiz var. Bax, onlara səslənirəm. Aprelin 3-ü gördüyünüz kimi elə hal-hazırda elanı da ekranda görürsünüz. Nərgiz klinikasının həkim
həkim kollektivi Logos Psixoloji Mərkəzinin Bərdə filialında qəbul keçirəcək. Qəbula yazılmaq üçün ekranda gördüyünüz nömrə ilə əlaqə saxlaya bilərsiniz. 051 388 70 70. Növbəti qəbul olacaq səhərsi gün aprelin 4-də Gəncədə. İnşallah əziz Gəncəlilər, Gəncəyə gəlirik. Biz də Gəncədə olacağıq inşallah və aprelin 4-də Nərgiz Klinikasının həkim kollektivi və bir çox həkim başda Məlahət Qəhrəmanova olmaqla Logos Psixoloji Mərkəzinin Gəncə filialında qəbul edəcək, qəbul baş tutacaq. Bu qəbula da yazılmaq üçün eyni nömrədir 051 388 70 70. Hər şəhərdə qəbul bir gün olduqdan əvvəlcədən yazılmağınız şərtdir və yerlər artıq məhduddur, az qalıb. Elə indi dəstəyə götürüb yazıla bilərsiniz və bizi Lənkərandan da çox izləyirlər. Cənub bölgəmizi buradan salamlayıram. Lənkəran və Lənkərana yaxın ərazilərdə yaşayanlar, istər Astara olsun, istər Cəlilabad olsun, istər Masallı olsun, Biləsuvar olsun, qoşula bilərsiniz. Eyni nömrə və Logos Psixoloji Mərkəzinin Lənkəran filialında baş tutacaq qəbulda. Başda Məlahət xanım olmaqla, həmçinin bir neçə həkim də orada gələcək. Həm uşaqlarınızla bağlı, həm yeniyetmələr, həm də böyüklərlə bağlı qəbula yazıla bilərsiniz və əziz Qubalılar, çox deyirdiniz ki, Məlahət xanım niyə gec-gec gəlir Qubaya? Bu dəfə çox az müddətdən sonra, aprelin 25-də Qubada olacaq Məlahət xanım və bir çox problemlərlə bağlı, daha dəqiq nələrlə bağlı müraciət edə bilərlər, onları Məlahət xanım söyləsin. Bəli, təbii ki, biz getdiyimiz zaman bəzi bölgələrdə dəri ilə bağlı çox müraciətlər olur. Dəri xəstəlikləri olan insanlar, öd qaraciyər, mədə-bağırsaq xəstəlikləri olan insanlar, nevroloji problemi olan, məsələn, yaşlı nəsil arasında gəlirlər, təzyiq, şəkər xəstələri müraciəti eləyə bilərlər. Yəni, terapevtik müalicələri, yəni gedirik, həkimlərimiz var. Həmçinin ginekoloji problemi olan xəstələr də müraciət eləyə bilərlər. Bizim getdiyimiz zaman kardioloji xəstələrdə müraciət eləyə bilərlər. Biz getdiyimiz zaman bütün həkimlərimiz gedirlər və elə olur ki, biz çalışırıq ki, gələn pasientlərə hər tərəfli xidmət göstərək və kosmetoloji prosedurlar üçün Bakıya gəlirsiniz, narahatçılıqlarınız olur. Kosmetoloqumuz da Günel xanım Qəhrəmanova, həkim kosmetoloq gələcək. İstədiyiniz müraciəti eləyə bilərsiniz. Dəri ilə bağlı olan problemlər, öd qaraciyər, bayaq qeydiyimiz parazitar xəstəliklər, saç xəstəlikləri, bunların hər birini üçün müraciət eləyə bilərsiniz. İstədiyiniz zaman klinikamızda da yəni bütün bu prosedurlar var. Həmçinin də biz bölgələrə gələn zaman rahat olsun deyinə sizə. Biz gəlirik və istədiyiniz müalicələr üçün müraciət eləyə bilərsiniz. Var olasınız. Bir daha əlaqə nömrəsini qeyd edim. 051 388 70 70. Həm bu bölgə qəbullarına, həmçinin Bakı qəbuluna yazılmaq üçün əlaqə nömrəsidir və Nərgiz Tibb Mərkəzinin ünvanını, yəni Bakıdakı ünvanını soruşanlar üçün qeyd edim. Sabit Rəhman küçəsi 11 ünvanında yerləşir. Düz TQDK-nın yanında, həmçinin bu klinikanın Instagram səhifəsi də ekranlarda Nərgiz Klinikası. Bir daha tibb elmləri doktoru, tərəqqi medallı Nərgiz Tibb Mərkəzinin baş həkimi Məlahət Qəhrəmanovaya bugünkü gözəl müzakirə üçün təşəkkür edirəm. Sağ olasınız. Var olasınız və bu